Yəqin ki, bir çoxlarınız bu mahnını xatırlayırsınız. Dağlar qızı reyhan, 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 parlaqdan ulduzu reyhan, reyhan. Bəs bu mahnının hekayəsini bilirsinizmi? Bu mahnı Reyhan adlı qəhrəman bir qıza yazılıb. 1918-ci ildə baş verən Mart soyqırımı zamanı erməni daşnaqları Azərbaycan toyuna basqın edib bəyi öldürür. Əslən Xaçmazın Padar kəndindən olan Reyhan adlı gəlin isə təcavüzə məruz qalmasın deyə ayaq yoluna girib üstünə nəcis sürtür. Ardınca dağlara qaçan Reyhan başına dəstək yığaraq Qubada Gəlinqaya adlanan yerdə erməniləri darmadağın edir. 1928-ci ildə ona antisovet damğası vurulur və güllələnməyə məhkum edilir. Deyilənə görə onu Mirzəfər Bağırov xilas edir. Adı soyadı dəyişdirilərək Krımda bir monastıra yerləşdirilir. 1959-cu ildə Fikrət Əmirov Dağlar qızı Reyhan mahnısını bəstələyir. Bir versiyaya görə isə mahnının sözləri Tələd Eyyubova məxsusdur. Mahnını ilk dəfə 1960-cı ildə Rəşid Beypudov ifa edir. Lakin mahnı SSR xalq artisti Zeynəb Xanlarovanın ifasında daha da məşhurlaşır. Qısası Dağlar qızı Reyhan mahnısının hekayəsi belə idi. Siz də videonu bəyəndinizsə kanala abunə olmağı unutmayın.